Bəli, Trumpın bu bəyanatları timsalında həm də Amerika Birləşmiş Ştatlarının nəhayət ki, elə Trumpın seçki öncəsi vədlərinə uyğun şəkildə Yaxın Şərqdə sanki sülhü, xaosun aradan qaldırılması vədlərinin yerinə yetirilməsini, bu yöndə ən azından çabaların, addımların daha ciddi şəkildə biz şahid ola bilirik. Çünki birinci dönəmlə müqayisədə ikinci dönəmdə sanki daha çox vəziyyətin gərginləşdirilməsi ilə bağlı deyil, yumuşaldılması ilə bağlı, o cəhdlər edəcəyi ilə bağlı fikirlər səsləndirilmişdi və bu yöndə də bir növ ritorika artıq sərgilənməkdədir və təbiidir ki, qarşıdurma günü-gündən daha da gərginləşir, xüsusən də vəziyyətin gərginliyini ən bariz göstəricisi olan məsələ hal-hazırda Qəzzada ciddi bir humanitar fəlakətin yaşanması ilə bağlıdır. Yəni tam həm iqtisadi, həm siyasi, həm territorial olaraq bir blokada vəziyyəti hökm sürməkdədir İsrail tərəfindən və beynəlxalq ictimaiyyətin də ən azından indiki mərhələdə olduğu qədər bundan öncəki mərhələdə bu səviyyədə qınaq olmamışdı. Netanyahuya yönəlik, İsrailə yönəlik ki, Qəzzada bu blokada aradan qaldırılmalıdır və insanların ən azından onlara göndərilən humanitar dəstəklərin əldə olunması üçün müəyyən yollar açılmalıdır. Ancaq hələ də İsrail tərəfdən bu yöndə bir yumuşalmanın olduğunu biz müşahidə edə bilmirik. Artıq Amerika Birləşmiş Ştatlarının ciddi şəkildə bu prosesdə yer aldığını müşahidə edirik və düşünürəm ki, zamanlama da təsadüfi deyil. Məhz Netanyahu və Trump görüşünün keçirildiyi ərəfədə belə bir qərarın verilməsi görünür ki, artıq həm də İsrail tərəfi ilə də, yəni Təl-Əviv-Vaşinqton xəttində əldə olunmuş razılaşma ilə Vaşinqton bu prosesin içərisində yer almağa cəhd edir. Təbiidir ki, önəmli bir sualdır. Həmas bu suala, bu təklifə nə cür cavab verəcək? Çünki bütün proseslərin gedişatı Həmasın verə biləcəyi cavabla bağlıdır və bu plan birbaşa olaraq dediyim kimi həm Vaşinqtonun bölgədə varlığını təmin etmiş olacaq, həm indiyə qədər haqqında bəhs olunan beynəlxalq mexanizmlərin Qəzza zolağında tətbiqi ilə nəticələnmiş olacaq, həm İsrailə müəyyən mənada təhlükəsizlik zəmanəti veriləcək. Çünki İsrailin də necə ki, Rusiya-Ukrayna müharibəsində eyni məsələni Rusiya tərəfdən qeyd edirdiksə, bu konfrontasiyada da İsrail tərəfinin əsas görüntü olaraq irəli sürdüyü məsələlərdən biri İsrail bir dövlət olaraq və yaxud da onların bir xalq olaraq təhlükəsizlik zəmanətinin olmaması ilə bağlıdır. Yəni Qəzzanı blokadada saxlamasının əsas səbəblərindən biri həm də özlərinin təhlükəsizliyi ilə bağlı bir problem yaşamaları ilə bağlıdır və düşünürəm ki, elə Trumpın irəli sürdüyü planda da məlum o Qəzza planında da əsas tərəflərdən biri həm İsrailə həmin təhlükəsizliyin verilməsi məsələsidir. Digər tərəfdən insanların, Qəzzada yaşayan Fələstinlilərin, belə desək, onların humanitar böhranlarının aradan qaldırılmasına söykənmiş bir məsələdir və təbiidir ki, digəri də beynəlxalq mexanizmlərin burada var olmasıdır. Eyni zamanda təklif olunan istiqamətlərdən biri də Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə bu prosesin davam edəcəyi, icra olunacağı ilə bağlı. Elə burada da sualınıza əlaqələndirərək bu cavabı vermək olar ki, təbiidir ki, indiyə qədər Həmasın ciddi şəkildə qarşı çıxdığını, bu təklifləri tamamilə rədd etdiyini biz müşahidə etmişik ki, əslində məsələnin bu tərəfindən baxsaq, Həmas bir hərəkat olaraq, bir partiya olaraq özünün ideoloji varlığı bütövlükdə İsrailə qarşı mübarizə ilə bağlıdır. Yəni hal-hazırda İsrailin orada varlığını qəbul etməsi, onların şərtlərini qəbul etməsi Həmasın bir ideoloji ideologiyasının tamamilə çöküş etməsi ilə nəticələnəcək. Əlləri ilə bitirməyə mi çalışırlar bir növ? Sanki bir növ bitirməyə çalışılır təbiidir ki, həm ideoloji baxımdan, həm fiziki baxımdan. Ancaq dediyim kimi Qətər, Misir və Türkiyə kimi vasitəçilərin artıq prosesin içərisində yer alması müəyyən qədər kənar ehtimal, yəni əks ehtimalların dirçəldilməsinə gətirib çıxarır. Çünki hər üç dövlətin də Həmasla bilirik ki, Qətər elə birbaşa Həmasın əsas mərkəzlərindən biridir. Türkiyə ilə Türkiyənin ciddi dəstəyi var, həm elə Həmas hərəkatına, Fələstinlilərin taleyi ilə bağlı elə ən bariz dəstək yanaşmasını biz cənab Ərdoğandan müşahidə etmişik. Yəni bu dövlətlərin məhz prosesin içərisində vasitəçi olaraq bu planın icrası ilə bağlı yer alması müəyyən qədər əks ehtimalın ortaya atılması ilə nəticələnə bilər ki, ola bilsin ki, həm o kəskin böhranın aradan qaldırılması məqsədi ilə, həm də digər dövlətlərin təzyiqləri nəticəsində Həmas razılaşmış olsun.